Bu ayəni وإذا يعني əzbərləməyi və onu أوصي ifadə etdiyi mənanı qorumağı tövsiyə edirəm. Bu çox əzəmətli bir بالمحافظة على ayədir. المعنى الذي دلت عليه عظيمة جدا Çünki لأنها Allah تم dərgahında ذكر الله bəyənilən, سبحانه qəbul وتعالى olunan və فيها qarşılığı verilən شروط əməlin العمل şərtləri burada المشروع zikr edilmişdir. المرضي عنده المتقبل هذه مسألة أهم Bu المسائل isə ən mühüm məsələdir. İnsanın etdiyi أهم əməlin المسائل Allah yanında məqbul, onun razı أن qaldığı bir يكون əməl olması. العمل الذي يقوم به العامل مشكورا عند الله مرضيا عنده جل في علاه Ayədə məqbul əməlin şərtləri qeyd edilmişdir. والآية ذكر فيها Allah Teala شروط buyurur: العمل المشروع Kim də axirəti ومن أراد istəsə, mömin الآخرة olaraq هذا ona واحد layiq bir səylə onun üçün والسعي çalışarsa, لها سعيها onların اثنين səyi məmnuniyyətlə وهو qəbul olunar. مؤمن İsra هذا surəsi ثلاثة 19-cu ayə. فأولئك كان Yəni سعيهم مشكورا səyləri bu أولئك xüsusiyyətlərə الذين malik olan, bu üç سعيهم على xüsusiyyəti هذه özündə الصفة cəmləşdirən kəslər. اجتمعت فيه هذه الأمور Kim də الثلاثة axirəti istəsə, mömin من olaraq أراد ona الآخرة layiq bir səylə onun üçün سعى لها çalışarsa. سعيها Kim də وهو axirəti مؤمن istəsə, bu niyyətin أراد düzgün olmasıdır. الآخرة هذا صلاح النية Onun üçün çalışarsa, bu سعى əməlin düzgün لها olması سعيها هذا sünnəyə صلاح uyğun العمل həyata keçirilməsidir. وموافقة السنة Və mömin olarsa, əməlin iman وهو üzərində مؤمن qurulmasıdır. قيام العمل Çünki عليه əməllər yalnız لأن iman أي عمل من üzərində الأعمال لا qurulduğu يكون təqdirdə مقبولا qəbul olunur. إلا إذا كان Mömin قائما olaraq həm عليه من kişilərdən, həm عمل qadınlardan صالحا yaxşı من işlər ذكر görənlər. أو Nisə أنثى surəsi 124-cü ayə. وهو مؤمن Bu mütləq olmalıdır. وهو Yəni مؤمن əməl هذا لا iman بد olmadan منه qəbul olunan يعني əməl العمل لا olmaz. يكون مقبولا